Salam, müstəqil dövlətin müstəqil insanları. Mən müstəqilliyi qoyub başqa mətləbdən danışmağı özümə rəva bilmirəm. Ölmədik bu günü də gördük. 20 il müstəqil olan Azərbaycan Respublika gününü qeyd eləyir. 1992-ci ildən üzü bu yana düz 20 ildir müstəqil yaşayırıq. 1992-ci ildən üzü bu yana düz 20 ildir Azərbaycan teleməkanında Qulp adlı müstəqil bir proqram yaşayır. Düz 20 ildir. Bu 20 ilin alın yazısı olduğunu deyə bilmərəm. Amma bu 20 ilin video yazıları var. Gəlin bəzi anları yada salaq. Çünki biz bu illəri bir yerdə yaşamışıq. Çünki Qulpun tarixi bizim hamımızın tarixidir. Müstəqil Azərbaycanın tarixi həm də Qulpun tarixidir. İsrafil, hay İsrafil, akşam Qulpa bakarsan. İş, gel bir yerde bakalım. Sen bak, ben hamya haber verim. Ben sana demek istiyordum. Hele ben de. Neyi? Seni sevdiğimi. Onu yok et. Akşam bakarsan. Hara? Qulpa. Müstəqilliyimizin ilk ilində yaranan Qulp proqramı müstəqil olaraq bəyanat vermişdi ki, biz məsuliyyətli siyasət aparmalıyıq, çalışmalıyıq ki, müstəqilliyimiz toyxanaya çevrilməsin. Məsuliyyətli siyasət. Gezelim gel halını sor rahmeyle, nazı yarım güzarım, işvekarım hey. Nedremin getiren o dilberi. Gece gündüz ayrılıktan yandı bir can oğluna. Seni gerçek nazlı yarım, gider elden ihtiyarım. Seni gerçek nazlı yarım, gülizarım, nazlı dilberim ey. Gerek aşık yar yolunda kalmasın can der. Qulp proqramı həmişə aqrar sahədə, yəni kənd təsərrüfatı sahəsində də uğurlu siyasət aparıb və bu siyasət sadə zəhmətkeşlər tərəfindən çox rəğbətlə qarşılanıb. Aqrar siyasət. Sözüm əyridir və ya düz görəcək bunu mübariz, olacaq inan ki biz tükü qalxacaq başında. Baba Pünhanın həqiqət başını xarab edibdir, vurasan ona dubinka, qoyasan yamaq başında. Xiyar belə uzanandan sonra heç iqtidardan, müxalifətdən gəlib maraqlanan olunmu ki, bu xiyar belə niyə uzanır? Yox, gəlib maraqlanan olmayıb. Onların hamısının başı seçkilərə də qarışıb, heç gəlib baxmırlar ki, Azərbaycanda nə cür xiyarlar yetişdirilir. Orada xiyar başqa cürə, burada xiyar başqa cürə. Orada xiyar başqa cürə, burada xiyar başqa cürə. Elman görüb öz dağını, o çox çəkib köz dağını. Versək onun bayrağını, o aparar başqa cürə. Versək onun bayrağını, o aparar başqa cürə. Orada xiyar başqa cürə, burada xiyar başqa cürə. Orada xiyar başqa cürə, burada xiyar başqa cürə. Qulp gərəkdi mübarizə, qulp gərəkdi mübarizə. Obanı gəzə gəzə, axır qonaq gəldi bizə. Şamil tapar başqa cürə, qulp gərəkdi mübarizə. Şamil tapar başqa cürə, orada xiyar başqa cürə. Burada xiyar başqa cürə, orada xiyar başqa cürə. Burada xiyar başqa cürə. Dəyişibdi qərarınız, başqa olub pazarınız. Kabab biti naharınız, bizdə nahar başqa cürə. Kabab biti naharınız, bizdə nahar başqa cürə. Orada xiyar başqa cürə, burada xiyar başqa cürə. Orada xiyar başqa cürə, burada xiyar başqa cürə. Çok böyle sevindirici hal idi ki, hardasa biz yada düşmüşük. Gelip bizi burada çekinler, özü böyle bir güzel, necə deyərlər, münasibətle, güzel bir davranışla böyle yad ediblər bizi. Yani ki, baxmayaraq təcrid olunmuşduq onda, bizi de elə insanlar kimi, adi, sadə, vətəndaşlar kimi qəbul edirdilər. Bu yəqin məsələdir ki, hamısı üçün sevindiriciydi, o cümlələri şəxsən mənim özüm üçün. Şükür olsun Allaha, görürsünüz ki, özüm sürücü işləyirəm. Necə deyərlər, narazılığım yoxdur.
bir parça çörək qazanırıq. Çox şükür olsun Allahın birliyinə. Necə deyirlər, Allah Taala qulp verilişinin ömrünü uzun eləsin. Oradakı əməkdaşların Allah hamısının canını sağ eləsin. Orada xiyar başqa cürə, burada xiyar başqa cürə. Orada xiyar başqa cürə, burada xiyar başqa cürə. Yaltaqlıq bu gün yaranmayıb, heç dünən də yaranmayıb. Yaltaqlığın kökü gedib qədim zamanlara çıxır. Belə olmasaydı qədim ənənələri olan Demokratik Yaltaqlar Partiyası yaranmazdı. Mənim doğma hökumətimizdən bir umacağım var. İndi bütün sahələrə yatırım, kapital qoyulur. Allah xeyir versin, bircə yaltaqlığa investisiya qoyulmasın. Hər kəsə işinə, əməlinə görə qiymət verilsin. Sabunlu siyasət. Yad sabunlar tal kuçkada xod gedir. Milli sabun ya bir olar ya iki. Yad sabunlar tal kuçkada xod gedir. Milli sabun ya bir olar ya iki. Bunu bilən çox az adam qəm edir. Canı yanan ya bir olar, sabun anan ya bir olar ya iki. Milli sabun ya bir olar, milli sabun ya bir olar ya iki. Yaltaq olmaq istəyənlərin sayı həddən artıq çoxdur. İnsanlar da zara gəlib də nə qədər yoxsulluq olar, nə qədər kasıblıq, nə qədər arzularına çatmamaq, nə qədər problem olar. Bizə gələn qurtarır da problemlə. Bütün problemlərini işə çəkirəm. Yəni istənilən məqsədə çatmaq olur. Hər bir şey, imkan var, şərait var, sponsor var. Hər yerdə dəstək bizə. Da bildiyiniz kimi da bundan oyanı var mı? Demişdiniz ki, bu həm biz maddi cəhətdən imkanlıyıq, həm də yaltaq olmaq böyük bir sağlamlıq deməkdir. Sağlamlıq, şərəf duyuruq. Sağlamlıq hardan alır? Biz ömrün boyu biz əyil dur, sumka daşıyıb, palto daşıyıb. Bunlar hamısı biz nə demək? Bunun özü bir idmandır da. İdman demirlər, gəlsin cavanlar, gəlin də. Bunun özü bir mədəniyyətdir də. Bunun özü bir idman sağlamlıqdır da. Hətta pulu demirəm sizə. İnsanı dingildədən nədir? Var dövlət deyilmi? O da var bizdə də. Yaşa da. Hələ insan xəstələnər. Hələ insan uzun ömür yaşayar. Üzündə nur olar. Bəlkə bax heç belə vaxtlar olubmu ki, bax bezəsiniz yaltaqlıq eləməkdən. Deyəsiniz ki, mən indən belə çalışıb əqidəli insan olacam. Yox, mən hətta onu özümüzə təhqir sayıram. Yəni o bizə yaraşan bir şey deyil. Yox da deyirsiniz biz də oturaq qara su yeyək. Oturaq dermantin ayaqqabı geyinək. Sintetika geyinək. Yəni o biz deyirik. Niyə mən ikra yeməməliyəm? Niyə mən asatrin yeməməliyəm? Niyə bütün arzularıma çatmamalıyam? Niyə axrana ilə gezməməliyəm? Niyə bahalı maşında? Niyə villam olmamalıdır? Yox, vazmən. Mən arzu eləyirəm, hətta müraciət eləyirəm xalqa ki, buyurun. Yəni yol açıqdır, gəlin bizim mirə, bizim yola. Ən mənə elə gəlir, əqidəli yaşamaqdansa elə... Xeyr, bəli, vazmən, ömrünüzü qoydunuz, həyatınızı, bütün canınızı xalqın yolunda, düzgünlük yolunda, neynədir? Hanı bəhrəsi? Yox, bizdən danışmayaq. Hər halda sizin partiyadan danışırıq, sizdən danışırıq. Bizə hər şeyi bu sənət verdi. Acından ölənin biri idim. Kim idim? Yoxsul, qarnım kürəyimi yap. Bu günləri gör, kim oldun? Böyük şəxsiyyət oldun. İndi birdən sizin partiya axın azaldı. Hamı əqidə ilə yaşamaq istədi. Onda yox, qoymarıq yəqin ki. Yəni bizdə propaganda güclüdür. Bizdə reklama güclüdür. Çox. Yəni zəif olan insanları tez dartırıq biz. Bilirsiniz ki, yəni retk olar o mənni, çox az bir miqdarda. Yəni pulun vəzifənin qabağında dayanmaq olmur. Çox şirkləndirirəm, aldadıram, şişirdirəm çox. Tamaha gəl, o draznit eləyirəm insanı. Belə söz var, draznit eləyirəm onu. O yetimə qoğal göstərərsən, bax belə bir şey. Çox görürük o, mənəm, o çox o. Mərd deyənləri görürük, yəni heç nə. Onun güzaranı, onun vəziyyəti, bax onda. Gördün də evinə. Onun Bakinska boyu, aksesuarı Bakinski. Hansını deyim, Bakinska kafeli, onun aylarla, ömrü boyu 9-cu mərtəbəyə ayaqla qalxıb düşən. Ay illərlə lift işləməyən. Amma əqidəsi var. Əqidə budur. Ay sintetika giyinən, ay dermantin ayaqqabı giyinən, ay qara sup yiyən. Budur, mərdliyin axırı. Ay manatlıq dəlləkdə manata başını qıxdıran. Hansını deyim mən? Budurmu? Mərdliyin axırı budurmu? Hansını deyim? Ay at xodundan pişmiş çörəyi yiyən. Hansını deyim mən? Ay tal küçük adamı.
Mərdlik budur ya axı. Mən sadəcə sizə imkan yaratmazdım. Sadəcə biz demokratik bir verilişdir, proqramdır, xalqın proqramıdır. Hər tərəfə biz efir vaxtı yaratmalıyıq ki, öz sözlərini desinlər. Amma sizin dediyiniz sözlərlə mən razılaşmıram. Ürəyim ağrıyır. Mən sizin dediyiniz sözlərlə razılaşmıram. Yox, razılaşmıram. Uşaqları mən görüm deyirəm, lazım icazə. Yox, bizdə elə şey yoxdur. İşıqçının, bu uşaqlar gəlsin, o süpürgəçiyə ver ki, operatora ver bunu. Yaxşı da olmaz, mən utanıram, orada getirmədilər. Ver bunlar uşaqları, o süpürgəçiyə, o senaristə ver ki, operatora ver, mən o 50 min evradır, qurban olaram sizə. Bunu xahiş edirəm, rica edirəm. Başıma çox getirərdim. Yəni utandım ki, getirməsə atqaz eləyərsiniz. Uşaqlara paylayın, hamısına bu pulları paylayın. Qurban olaram sizə. Bu uşaqlara hər əviz 100-200 gətirin, gəlin. Sizi üçün qurban olaram. Bunlar hamısı sizündür. And olsun. Artıq neçə ildir sabunlanmıram. Milli sabun köpüyündən kənaram. Artıq neçə ildir sabunlanmıram. Milli sabun köpüyündən kənaram. Yoxluğundan ot tutuban yanaram. Dərdi qanan ya bir olar, sabunlanan ya bir olar, ya iki. Milli sabun ya bir olar, milli sabun ya bir olar, ya iki. Dövlətimizə strateji məsələlərdə həmişə yardımçı olub. Dövlətimiz problemlərin bir qulpundan yapışanda, o biri qulpundan da biz yapışmışıq. Dövlətli siyasət. Sənə ümid bağladım, bazar dükan saxladım. Sənə ümid bağladım, bazar dükan saxladım. Həftə 8 sən 9 gəlib məni yoxladın. Həftə 8 sən 9 gəlib məni yoxladın. Qoşa maşın zilqara, qoşa çıxıb yollara. İnanmasan vergimə, and içərəm dollara. İnanmasan vergimə, and içərəm dollara. Vergi verəm mərdular, verməyən namerdular. Vergi verəm mərdular, verməyən namerdular. Verərsən işlərsən, verməsən bu dərd olar. Verərsən işlərsən, verməsən bu dərd olar. Müfəttişi qınama, pulun kəsib sınava. Dolan ginən başına, iş yetincə tamama. Dolan ginən başına, iş yetincə tamama. Qulp heç vaxt xeyirdən, şərdən qalmır. Seçki məsələlərində həmişə yaxından iştirak eləyir. Hər bir vətəndaşın seçmə hüququ var. Hər bir vətəndaş insandır, onun səhv eləmək hüququ da var. Tək ki, vətəndaş seçki günü hər iki hüququndan istifadə eləməsin. Yəni, səhv eləməsin. Bizim əsas problem bəlkə də ondadır ki, biz həni çox tez, yoxu isə gec və çətinliklə deyirik. Yaddan çıxarmayın, pis deputatı səs verməyən yaxşı vətəndaşlar seçir. Milli siyasət. Şahnazam vəkil olub gülərəm, parlamentə pələk kimi girərəm. Mən deputat seçilməsəm ölərəm, ürəyimlə bacarmıram neyləyim. Deputatlıq havası var başımda, vəkil olmaq qismətimdir bu yaşımda. Hörmətim də çox olar maaşımda, ürəyimlə bacarmıram neyləyim. Deputatlıq havası var başımda, vəkil olmaq qismətimdir bu yaşımda. Hörmətim də çox olar maaşımda, ürəyimlə bacarmıram neyləyim. Yaxşı iştirala qeydiyyata düşdüm ala. Deputatlığın hörmətini, deputatlığın ləzzətini mən belə bilməmişdim ala, mən belə bilməmişdim ala. Düşdüm ala, qeydiyyata düşdüm ala. Deputatlığın ləzzətini mən belə bilməmişdim ala, mən belə bilməmişdim ala. Seçicilərim bilir vaxtım azaldı, yolunu gözləyib dostlar saraldım. Zəngiləyib söyləyirlər nə qaldı, sizlə deyib gülməyinə az qalıb. Sənin deputat olmağına az qalıb, yaxşı dövran qurmağına az qalıb. Dostlarına deyin çox darıxmasın,
Arvad təxribatına uymayan mətin siyasətçi. Arvad dedilər bizə də olmadım, qurban olub öz ağlıma, öz ağlıma, öz ağlıma. Ay Hazarat gör başıma nə gəldi. Ay Hazarat gör başıma nə gəldi. Mahnının bu yerində siyasi hayküyçülük və radikallıq hiss olunur. Belə məzhəb bitdi, ara qarışdı. Belə məzhəb bitdi, ara qarışdı, ara qarışdı. Bəzən uduzanlar günahı özündə yox, başqasında görür. Emseka yıxana fələh neyləsin. Emseka yıxana fələh neyləsin, fələh neyləsin, fələh neyləsin. Müxalifət iqtidara qarışdı, müxalifət iqtidara qarışdı, qarışdı, qarışdı. Nihatət öz işini unutdu, parmağında mürəkkəbi qurutdu. Beynəlxalq təşkilatlardan küsənlər də var. Nihatət öz işini soyutdu, parmağında mürəkkəbi qurutdu. Bu seçkidə kim uduzdu, kim uddu? Peşimanı kim olacaq bilmirəm. Bu izahlı mahnı parlament seçkilərində uduzanlara həsr olunur. Axır qəminiz olsun. Qulp xarici siyasətimizdə də çox uğurlu işlər aparıb. Həqiqətləri və reallıqları dünya ictimaiyyətinə və dünya liderlərinə vaxtında çatdıra bilib. Məsələn, Aşıq Yedyar Putinlə görüşəndə ona görəsən nə deyib? Xarici siyasət. Mən bu lent yazılarım gedib, sonra arada bir gedirəm orada toylarda zadda olam. Elə bu dəfə də gedişimin əsas səbəbi bu Putingil tərəfdən qohumluqları satır, bu Baldıcıgil tərəfdən bir sünnət toyu var, ora getmişdim. Orada mən bu Pamala Mala, Medlenni, Şirako Şaqayət Azərbaycan mahnılarımı çox bəyənirlər. Orada Medvedev yaxınlaşdı, dedi bir şey oxuda, kişi bəs səs elif belə. Mən orada o Pamala Malanı oxudum. Onun nə incə qəlbi var imiş, nə nazik, nə tər hönkür-hönkür ağlayasan. Putin, dedim, valla mən bilsəm, belə ağlayasan, heç oxumazdım o mahnını. Zачем Путину Кара Кавказский, эй, эй, Казыский, эй, 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 Казыский, эй, 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 Зачем Путину Кара Кавказский, как будто у него Урала-мала, как будто у него Урала-мала. Deyir, hər şeyin təzəsi, qulpun köhnəsi. Qulp qaldıqca qızıllanır. Deyəsən, qulpdan çox danışdım. Əgər səni yarı sözdən başa düşürlərsə, deməli sən çox danışırsan. O səbəbdən sözümü qısa eləyirəm. Bütün sahələrdə samballı siyasət aparmaq üçün gərək qanunlarımızda boşluq olmasın. Samballı siyasət. Bu dəzgahı mən icad eləmişəm. Bunun çox böyük strateji əhəmiyyəti var. Mən təklif edirəm ki, bu aparatdan biri qoyulsun bizim Milli Məclisdə. Qanunlar icad olunan kimi həmin qanunu qoyaq bu aqreqatın altına, onu yüksək təzyiqlə orada presləyək. Yalnız bu preslənmə əməliyyatı sona çatandan sonra qanun qüvvəyə minsin. Düzdür. Minmək sözü qanun sözünə yaraşmır. Həm də çox vaxt qanunlar qüvvəyə minə bilmir. Əksinə, elə qüvvələr var ki, onlar qanunları minir. Qanunlarımızda boşluq var. Ona görə onları minmək
asan da olur. Elə bilirəm ki, bax bu agregatda qanun preslənəndən sonra ondakı bütün boşluqlar çıxır. Heç iğnənin ildızı qədər o qanunda boşluq qalmaz. Buyurun baxın, görün agregat nə cür işləyir. Gördünüz? Qanun bu agregatda yüksək təzyiqlə preslənəndən sonra daha kim deyə bilər ki, bu qanunda boşluq var? Bu gün seriallar mövzusu çox dəbdədir. Hələ neçə illər əvvəl Palata adlı çox serialı psixoloji film çəkmişdik və o filmdə bir çox həqiqətləri efirə vermişdik. Sosial siyasət. Çağırsa ellər gedərəm seçkiyə, xoş olsa dillər gedərəm seçkiyə. Çağırsa ellər gedərəm seçkiyə, xoş olsa dillər gedərəm seçkiyə. Müxalifət orada bəyanət verir, bir tərəf də burada cinayət edir. İqtidarda böyük zəmanət verir, xəyallarda çoxlu əmanət verir. Açılsa güllər gedərəm seçkiyə, xoş olsa dillər gedərəm seçkiyə. Açılsa güllər gedərəm seçkiyə, xoş olsa dillər gedərəm seçkiyə. Bütün bu rəhbər seçmə oyunu hamısı başdan ayağa saxtadır. Mən təcrübəli, peşəkar, qabaqcıl, öndər bir müxalifətçi kimi hamınıza açıq şəkildə, rəsmi şəkildə bəyan eləyirəm. Seçkilər mütləq və mütləq saxtalaşdırılacaq. Həkimbaşı! Gəlin rəhbəri kravatın altından seçək. Uzanın! Bax beləcə, ağız üstə uzanıb, gözləyək. Mən başa düşə bilmirəm xalq bu vəziyyətdən nə qədər gözləməlidir. Nəyi gözləməlidir axı? Seçdiniz? Xarici palatalarda seçkilər bayan da şərlikdir. Siz isə məni Avropa palatası qabağında xəcalət pis vəziyyətdə qoymuşsunuz. Tez edin, rəhbər seçin. Tez edin. Oldu. Tez edin. Oldu. Ən vacib şey cibdir. Cib. Bir dəfə olan cib deyin. Cib, cib, seçkilərim, cib, 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 seçkilərim, Türk'ün məxmər seçkilərim, yolu hamar seçkilərim, cib, 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 seçkilərim, cib, 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 seçkilərim, cib, 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 seçkilərim, cib, 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 seçkilərim, cib, cib, seçkilərim. Abala, sən yoxmursan, hə? Mən öz səsimi seçkilərə saxlamışam. Gəlin başı qapazlı yox, başı papaqlı olaq. Qeyrətli siyasət. Allez, viens, on va te choisir un beau jouet, le plus beau du magasin. Je veux ça, veux ça, veux ça, veux ça, veux ça. Ayıptır. Qaldı. Ərdəsən, Əlbəttə. apar onu ver ərinə, yəqin yoxudur. Siz nə danışırsınız? Bilirsiniz onun nə qədər papağı var? Yox, yoxdur. Olsaydı, belə olmazdı. Aa! Hə, bax. Mənim uçsun qara torpaq, Qarabağ getsə əgər, yoxdur artıq mən olmuşam. Qarabağ getsə. Nə qədər qız gəlinim düşdü əsir göz görəsi, yaz mənim qəlbimə alçaq. Qarabağ getsə.
tarixi bir gündə belə bir deyəcək, bizə bir kəndinə qorxaq. Girecek, kaygıların dərdində duş saldıracaq, deyəcək bizdə bu arsan Qarabağ geçsə əgər. Əldə bayraq içi illərdir ki, Türk ol gəzir, harı sancaq ağ bayraq Qarabağ geçsə əgər. Mədəni siyasət. Allez, viens, on va te choisir un beau jouet, le plus beau du magasin. Je veux ça, veux ça, veux ça, veux ça, veux ça, Mən yayda xaricdə istirahət eləyəndə kazinoda 100.000 dollar uduzdum. Mənim də başıma gəlib. 200.000-dən mən uduzmuşam. Heç beşini alma. Pullarınızı boş yerə xərcləməyin. Mən 300.000 verib yaxşı bir cins at aldım. Axı biz Koroğlular nəsliyik. Sən neyinirsən? Doğrudan adam da dilənçiyə 100 dollar verir. O dilənçi deyil, ziyalıdır. Bir vaxtlar mənə ağıl öyrədirdi, müəllimlik eləyirdi. Deyirdi, bala, yaxşı oxu, böyüyəndə ziyalı ol. Yaxşı ki, bunun dediyinə qulaq asmamışam. Yoxsa təsəvvür edirsiniz, adam təsəvvür eləməyə də qorxur. Mən yaxşı oxuyub ziyalı olsaydım, bu bazar iqtisadiyyatı dövründə acından ölərdim ki. Demokratik siyasət. Qoyunlar gedir, biz qalıq yerdə. Tez ol, sən keç görüm də. Bura bax, Səfər əli, qoyun var, sərgiyə göndərirlər. Qoyun da var, burada qalır, yerdə. Qoyun da var ki, reality şounun baş qəhrəmanı olur. Qulp proqramının möhtəşəm telelayihəsi. Super qoyunu qazanmaq uğrunda ölüm-dirim mübarizəsi. Pərdə ustadı alanlar, pula bax Allah, pula bax. Ses naстоящий Ya budur Qarasavat Zaştu. MDHP'nin, yani Milli Demokrat Heyvandarlar Partiyasının tek halkın gözüne sala bilmezsen. Beni senden, sen benden, SMS-le ayırdılar. Sana yetimce bak. Yanalı pelek kimi ışık yaradılar ha. Süpürürəm bunları mən bu. Tekrar susdu diye de. Kardeş ben oluşuyan sanımızı koğan uca davul elisi qalxıb. Bundan sonra o yemək çox çətin olur. Kərim üçün bu qoyun əldən getdi. Bu qoyun sizin üçün bugün əldən getdi. Şounun lideri Alagöz qoyundu. Ümumi səslərin 43%'ni toplayan Alagöz qoyun və şoumuzun qalibi oldu Alagöz qoyun. Qəliz siyasət.
Hardan bilirsən? Oğlu gözlərindən. Mənim oğlum böyüyəndə general olacaq. Nə bilirsən? Görmürsən? Yumruqlarını əsl hərbiçi kimi necə möhkəm sıxır. Yox, mənim nəvəm siyasətçi olacaq. Nə bilirsən? Görmürsünüz, bəzi siyasətçilər kimi altını batırıb, amma özünü sındırmır. Başını məruz tutur. Daxili siyasət. Mənə xalqın verdiyi səs sənin olsun, sənin olsun. Məni dəstəkləyən hər kəs sənin olsun, sənin olsun. Arxamca gələn bu millət liderin taxtı nəhayət. İqtidarla müxalifət sənin olsun, sənin olsun. Mənə siyasətdə yer az, məndən heç bir izdir çıxmaz. İmkan verin bu telli saz mənim olsun, mənim olsun. Təbriklərim dörd bir yandan sənin olsun, sənin olsun. Vur kabab çəkər qoyundan sənin olsun, sənin olsun. Deyib lənət sənə şeytan, çıxıram mən bu oyundan. Bu matadrom, bu da meydan sənin olsun, sənin olsun. Daha odlanıb yanmıram, heç bir kəsə inanmıram. Mən bu milləti qanmıram sənin olsun, sənin olsun. Deyib lənət sənə şeytan, çıxıram mən bu oyundan. Bu matadrom, bu da meydan sənin olsun, sənin olsun. Mənə siyasətdə yer az, məndən heç bir izdən çıxmaz. İmkan verin bu telli saz mənim olsun, mənim olsun. İcazə ver bu telli saz mənim olsun, mənim olsun. 20 il müstəqil olan Azərbaycanımız Respublika gününü qeyd edir. 1992-ci ildən üzü bu yana düz 20 ildir müstəqil yaşayırıq. 1992-ci ildən üzü bu yana düz 20 ildir Azərbaycan teleməkanında Qulp adlı müstəqil bir proqram da yaşayır. Müstəqilliyimiz əbədidir. Bəs görəsən Qulp proqramı necə? Heç olmasa 21-ci ili efirdə qeyd eləyəcəkmi? Qəliz məsələdir. Bəlkə də həyatımızda nə qədər problemlər var, deməli onların qulpundan yapışmaq lazım gələcək. Bəlkə də sağlıq olsun. Bir yer mən olayam, bir yer olay, bir yerdə qulp olayam. Tapmışam 40 dənə küp, gəl bir əhvalat danışım. Tapmışam 40 dənə küp, gəl bir əhvalat danışım. 40'ı da qulpu qırıqdır, harasından yapışım. 40'ı da qulpu qırıqdır, harasından yapışım. Həm mübariz bu verilişdə hamıya xoş gün arzulayıb. Hərdən üstü örtülü, ortada meydan sulayıb. Kimin ki var eybi, onu zarafatla dolayıb. Mənim də
de yarı zarafat, yarı gerçektir çıkışım. Benim de yarı zarafat, yarı gerçektir çıkışım. Tapmışam 40 tane küp, gel bir əhvalat danışım. 40'ı da qulpu qırıqdır, arasından yapışım. Gəlin bir yerdə Aynesin arxivinə boylanıb, efirdən kənar qalan məqamlara diqqət yetirək. Bir balaca yaxın oturub bu tarixi anlara tamaşa eləyək. Çünki Aynesin tarixi bizim hamımızın tarixidir. Sizin fikriniz nədir ki, bunu yazırsınız? İndi min cür sifətdə insanlar yaranıblar. Mübariz insanlar bir mövqedə dayanıblar. Qulpçular çalışa-çalışa bu hörməti qazanıblar. Bu yaxşı cəhətdir, mən də öyrənmişəm çalışım. Bu yaxşı cəhətdir, mən də öyrənmişəm çalışım. Tapmışam 40 dənə küp, gəl bir əhvalat danışım. 40'ı da qulpu qırıqdır, arasına yapışım. Atalar yalan deyirlər hər sözü, çıxardıblar onlar gözü. Mən də nadirəm, deyirəm sözün düzü. Şit danışmalar. Burada var yarış 50'den 150 yaşına kadar. İstedatlar gelir ki ayağından başına kadar. Hele bir priz de var Zaporojets maşına kadar. Heyf ki çok cavanam, yaşım çatmıyor yarışım. Heyf ki çok cavanam, yaşım çatmıyor yarışım. Tapmışam 40 tane küp, gel bir əhvalat danışım. Tapmışam 40 tane küp, gel bir əhvalat danışım. 40'ı da qulpu qırıqdır, arasından yapışım. 40'ı da qulpu qırıqdır, arasından yapışım. Qulpun bir işi yaxşıdır ki, haradan başlamaq məsələsi yoxdur bizdə. Hər yerdən bir qulp tapıb oradan başlayırıq. Sor böyle baldır, bal. Şirin Zərdablının da görmüşük istedadını. Şirin Zərdablının da görmüşük istedadını. Götürüb öz qavalın çəkdi göyə fəryadını. Ay nədendir, nədendir, hamısından o nədendir. Ay nədendir, nədendir, hamısından o nədendir. Ona da verməsələr əməkdar artist adını. Məcburam ki bu işə mən özüm şəxsən qarışım. Məcburam ki bu işə mən özüm şəxsən qarışım. Tapmışam 40 dənə küp, gəl bir əhvalat danışım. Tapmışam 40 dənə küp, gəl bir əhvalat danışım. 40'ı da qulpu qırıqdır, arasından yapışım. 40'ı da qulpu qırıqdır, arasından yapışım. Sənin nəf qudurub mayanı yiyəcək. Mən mübariz hərdən elə danışır ki, heç duymayırəm. Baxıram hər həftə doydum demirəm, doymayırəm. Baxıram hər həftə doydum demirəm, doymayırəm. Özümə çıxıb bir kimsəyə quf qoymayırəm. Qorxuram ki, özümə quf qoya dostum tanışım. Qorxuram ki, özümə quf qoya dostum tanışım. Tapmışam 40 dənə küp, gəl bir əhvalat danışım. 40'ı da qulpu qırıqdır, arasından yapışım. Əldə bayraq neçə illərdir ki, Türk oğlu gəzir. Hara sancar axı bayraq, Qarabağ getsə əgər. Belə sirli və müəmmalı gedişlə pünhan, ümid Allahadır ancaq, Qarabağ getsə əgər. İlahi əmanət veribdi bizə canımızı. İlahi əmanət veribdi bizə canımızı. Əzrail vaxtı gələndə kəstirir yanımızı. Əlimizdən gəlib aldı baba bünhanımızı. Məcburam mən bu acı həqiqət ilə barışım. Məcburam mən bu acı həqiqət ilə barışım. Tapmışam 40 dənə küp, gəl bir əhvalat danışım. Tapmışam 40 dənə küp, gəl bir əhvalat danışım. 40'ı da qulpu qırıqdır, arasından yapışım. 40'ı da qulpu qırıqdır, arasından yapışım. Tapmışam 40 dənə küp, gəl bir əhvalat danışım. Tapmışam 40 dənə küp, gəl bir əhvalat danışım. 40'ı da qulpu qırıqdır, arasından yapışım. 40'ı da qulpu qırıqdır, arasından yapışım. Müstəqil Azərbaycanın tarixi həm də qulpun tarixidir. Qulpun 20 illik tarixinə nəzər saldıq. Dünənimizə nəzər saldıq. Dünəni dəyişmək mümkün deyil. Çalışıb sabahı dəyişmək lazımdır. Elə dəyişmək lazımdır ki, sabahımız bu günümüzdən daha yaxşı olsun. Və salam. Çalışın, salamat qalın.